Salam, hər vaxtınız xeyir olsun, dəyərli abituriyentlər, müəllimlər. Bu gün sizlərlə bir yerdə Çingiz Aytmatov yaradıcılığından Gün var əsrə bərabər əsərini müzakirə edəcəyik. Nəzərinizə çatdırım ki, yaradıcılıqdan suallar düşə bilər yoldaşlar. Ona görə mən elə yaradıcılıq hissəsindən başlamaq istəyirəm. Baxın, mənə maraqlı olan əsasən onun yaradıcılığı hissəsidir. Həyatını onsuz da siz də oxuya bilərsiniz. Deməli uşaqlar, Çingiz Aytmatov yaradıcılığı haqqında gəlin qısa danışaq. Deyir ki, həcmindən, janrından asılı olmayaraq bütün əsərlərində ciddi həyati problemlər qoyan və onların bədii həllini verən qüdrətli sənətkardır. Onun povest adlandırılan əsərləri, baxın, povest janrına biz bildiyimiz kimi müraciət edibdir, diqqətli olun. Əhatə etdikləri problemlərə, maraqlı insan talelərinin təqdiminə görə roman təəssüratı yaradır. Bu məlumata diqqət. Cəmilə, Köşək gözü, Qırmızı yaylıqlı qovağım mənim, Əlvida Gülsarı, Ana tarla, İlk müəllim və s. povestlərinin daşıdığı böyük ideya, mənəvi yük cild-cild romanlarla müqayisədə ağır gələr. Yəni demək istəyir ki, normalda bir müəllif əgər ciddi problemlərə toxunursa, adətən roman janrına müraciət edir, çünki onun yazdığı əsər həcm baxımından romana ancaq uyğunlaşa bilər, uyğun gələ bilər. Amma biz görürük ki, Çingiz Aytmatov öz yaradıcılığında povest janrına daha çox üstünlük verib və burada biz görürük ki, onun povestləri yeri gələndə bir sıra romanlardan daha ağırdır. İndi də deyir ki, povest və romanlarındakı Gün var əsrə bərabər indi biz müzakirə edəcəyik. Qiyamət, Kassandra damğası, Əbədi gəlin, Ağ gəmi, dəniz kənarı ilə qaçan Alabaş, kiçik insanı dünya ədəbiyyatı miqyasında əsas obraza çevirə bilib. Kiçik insan kimdir yoldaşlar? Boy kiçikliyimi nəzərdə tutulur? Xeyr, təbii ki. Burada aşağı təbəqə nümayəndələri nəzərdə tutulub. Onun əsərlərində sadə qırğız insanının həyat qayğılarından tutmuş, dünyanı narahat edən, qlobal əhəmiyyət daşıyan problemlərə qədər dərin, ciddi, məsuliyyətli mətləblər bədii əksini tapıb. Çingiz Aytmatov qloballaşma prosesinin təsiri ilə milli dəyərlərin itirilməsi fonunda, bax, milli dəyər nə zaman itir? İnsan manqurta çevriləndə. Qırğız xalqının timsalında keçmişindən süzülüb gələn mənəvi keyfiyyətlərin, zəngin mədəni irsin böyük enerjisini uğurla əks etdirməyə, güclü müqavimətini göstərməyə müvəffəq olmuşdur. Onun yaradıcılığı əsərləri ilə dünya ədəbiyyatı yeni süjet və obrazlarla təzələnmiş, zənginləşib. Yəni bu adam öz yaradıcılığı ilə dünya ədəbiyyatına da xidmət edib. 20-ci əsrin 50-ci illərində 30 yaşlı Çingiz Aytmatovun yaratdığı Cəmilə obrazı təkcə Sovet ədəbiyyatında deyil, eləcə də dünya ədəbiyyatında yeni ədəbi hadisə kimi dəyərləndirilmişdir. Cəmilə obrazı eyni adlı əsərdəndir. Uşaqlar ona diqqət edin. Baxın, burada artıq geniş məlumat var. Bu əsər qabağınıza çıxa bilər. Üz-üzə povestində Səidə və İsmail obrazları ilə ədəbiyyatda cəmiyyət fərd probleminə dair fəlsəfi məsələ qaldırmışdı. Sosialist realizmin prinsiplərinə ziddi olaraq Totoyun ailəsinin timsalında ilk dəfə müharibə insanının faciəsini təsvir etmişdi. Çingiz Aytmatovun əsərləri kimi yaratdığı obrazlarda dünyada yeni ədəbiyyatın bənzərsiz təzahürləri olaraq qəbul edilmişdi. Cəmilə, Danyar, Sadıq, Tolunay, Aysel, Altınay, Baytemir, Toğulan, Altın, Yedigey, Abutalıb və başqaları müəllifin nadir istedadından və dərin müşahidələrindən yaranan yeni tipli obrazlardır. Biz bu adamlar arasında əsasən məhz Yedigeyi müzakirə edəcəyik daha geniş. Yazıcı ədəbiyyatda Sovet adamını yox, sadəliyi, təbiiliyi ilə seçilən insanı təsvir etmişdi. Yovşanlı çöllərdə yaşayıb çalışan bu adi insanların taleyində bütövlükdə insanlığın taleyi düşüncələri əksini tapıb və milli dəyərləri arxa plana keçirmək meylinin qüvvətləndiyi bir dövrdə kiçik insanı böyük ədəbiyyatın əsas daşıyıcısına çevirmək Aytmatov sənətinin qələbəsi idi. Deməli, bu kiçik insanlar görək hansı fəaliyyətlərdən məşğuldur. O kiçik insanlardan bir neçəsini siz məhz bu əsərdə görəcəksiniz. Gözəl bir roman nümunəsidir. Bu yerlərdə qatarlar şərqdən qərbə, qərbdən də şərqə gedir.
Gecə yarı kimsə yol dəyişən növbətçinin köşkünə tərəf tələsirdi. Yedigey o saat hiss elədi ki, gələn arvadıdır və bu gəliş elə-belə gəliş deyil. Onun bu gəlməyinə nəsə çox vacib bir səbəb var. Doğrudan da məlum oldu ki, gümanı düz imiş. Lakin iş üstü olduğuna görə yerindən tərpənə bilməzdi. Sonuncu vaqon da gəlib keçəndən yolda hər şeyin qaydasında olduğunu bələdçiyə işarə verəndən sonra tələsik arvadına tərəf döndü. Xeyr ola. Qadın həyəcanla ona baxıb dodaqlarını tərpətdi, nəsə pıçıldadı. Nə olub? Qazanqap ölüb. İndi görək, Qazanqap kimdir? Bir də uşaqlar fikir verin. İş məsuliyyəti o qədər yüksəkdir ki, yəni burada görürük ki, həyəcanlı məqamlar yaşanır, amma Yedigey öz işini buraxa bilmir. Nə vaxt? Elə indi baş çəkməyə getmişdim. Dedim görüm necədir. Bəlkə bir şey zad lazımdır. İçəri girdim, gördüm işığı yanır, uzanıb yerində, amma saqqalı birtəhər dik durub. Yaxınlaşıb soruşdum ki, Qazı əkə, bəlkə sizə isti çay gətirim. Gördüm ki, səsi tutuldu. Qəhər onu boğdu. Qapaqları nazilib qızarmış gözləri doldu. İçini çəkib yavaşdan ağlamağa başladı. Sən bir adamın axırına bax. Necə insan idi, ölüb getdi. Yanında gözünü qapamağa bir adam da olmadı. Hönkürdü, ağladı. Axı kimin ağlına gələ bilərdi? Elə beləcə də kimsəsiz öldü. İndi uşaqlar, bu kimsəsiz anlayışı nə ilə bağlıdır? Bir insanın kimsəsiz olması üçün onun ətrafında heç kimin olmamasına ehtiyac yoxdur. Ola bilər ki, sənin ətrafında onlarla insan olsun, sən yenə də öz yaxınların yanında olmadığı üçün kimsəsiz olasan. Məsələn, biz görürük ki, burada Yedigeyin həyat yoldaşı onun yanına gəlib, amma yenə də o kimsəsiz ölürmüş kimi təsvir olunur. Niyə? Çünki öz yaxınları yanında deyil, yad bir insan yanındadır. Cəbhədən qayıdandan bəri Yedigey Boyanlı razyezdində xidmət edirdi. Uşaqlar, Boranlı stansiyasında xidmət edən Yedigeyi biz öyrəndik. O razyezd, yəni stansiya olaraq yadda saxlaya bilərsiniz. İndi neyniyək? Deyə arvadı sükutu pozdu. Yedigey başını qaldırıb arvadına baxdı və acı-acı qımışdı. Neyniyəcəyik? Ölü düşəndə neynirlər? Dəfn eləyəcəyik. O qəti qərara gəlmiş adam kimi ayağa durdu. Arvad, sən qayıt geri, amma indi mənə qulaq as. Qulağım səndədir. Osmanı oyat. Baxma ki, razyezdin rəisidir. Dəxli yoxdur. Ölüm qabağında hamı bərabərdir. Bu ifadə kimə aiddir uşaqlar? Ölüm qabağında hamının bərabər olması məhz Yedigeyə aiddir. Və biz burada stansiyanın rəisi Osmanı oyatmağa öz yoldaşını yolladığını görürük. Ona de ki, Qazanqap ölüb. Kişi 44 il burada can çürüdüb. 44 il boyunca biz görürük ki, o bu stansiyada çalışıbdı. Təbii ki, Osman da bir zəhmət onun vəfa borcunu yerinə yetirsin. Bəs uşaqları, axı əvvəlcə uşaqlara xəbər vermək lazımdır, ataları ölüb. Yedigey başını yellədi. Mən də bilirəm ki, uşaqlarsız olmaz. Amma ixtiyar məndə olsaydı, heç yaxına da buraxmazdım. Görürük ki, uşaqlar, Qazanqapın əslində övladları var imiş. Amma niyəsə Yedigey onlara münasibətdə laqeyddir və onları hətta dəfnə belə buraxmamaq fikrini dilə gətirir. Oğlu görəsən şəhərdən özünü çatdıra bilər. İstəsə çatdırar. Sırağa gün stansiyada olanda bu məlumata diqqət. Özüm telegram vurmuşam. Yazmışam ki, atan ölüm ayağındadır. Daha bundan artıq nə yazmalıydım ona? Gəlməyinə gələcək, amma adını kişi qoysa da qonaq kimi dayanıb baxacaq, sən ləngimə. Get, necə demişəm, elə də elə. Fikir verin uşaqlar, burada birinci tapşırıq nədir? Osmanı, yəni stansiya rəisini oyatmaq. Bu birinci tapşırıqdır. Sizi aldatmaq üçün deyə bilərlər ki, bəs birinci tapşırığı telegram vurmaq olur. Xeyr, telegramı hələ Qazanqap sağ ikən vurublar və ölüm ayağında olduğunu onun, yəni Qazanqapın oğluna bildiriblər. Bu hadisə ardıcıllığına diqqət edin, yanlış yadda saxlamayın. Ukubala bayaqdan danışırıq, Yedigeyin həyat yoldaşı arvadı. Bax, Ukubala odur. Ukubala yol alıb getdi, sonra tərəddüdlə ayaq saxladı, təzdən yola düzələndə Yedigey özü onu səslədi. Əvvəlcə növbətçi Şahmərdanın yanına ged ha. Qoy mənim yerimə adam göndərsin, sonra əvəzini artıqlaması ilə işləyərəm. Kişinin cənazəsi bomboş evdə qalıb, yanında da bir Allah bəndəsi yox, belə şey olmaz. Elə-belə də deyərsən ona. Yedigey teleqraf dirəyinə söykənib fikrə getdi. Dəmir yolundan xeyli uzaqda otlayan dəvələrin tutqun qaraltısını seçə bildi. Onun dəvəsi sarı özək də
yüyrəkliyi zoru ilə ad çıxarmışdı. Öz sahibi kimi Boranlı Qaranər adı ilə tanınırdı. Burada əlavə bir detal görürük. Onun dəvəsi Sarı Özəkdə gördüyünüz kimi ad çıxarıb Qaranər olaraq Boranlı Qaranər, yəni görürük ki, özü kimi bir xüsusiyyətə də malikdir. Deməli yoldaşlar, biz burada Ukubalaya, yəni Yedigeyin öz arvadına tapşırdığı tapşırıqları yadda saxlamalıyıq. Yəni sizi buradan çaşdıra bilərlər. Deyilənlərə görə nə vaxtlarsa Nayman ananın öz manqurt oğlunu axtardığı bu yerlərdə yarğan boyunca çox uzun bir yol keçəndən sonra daha ana beytə bir şey qalmamışdı. Boranlı Yedigey gah saatına, gah da Sarı Özək üzərindəki günəşə baxıb fikirləşirdi ki, hələlik işləri öz qaydasınca gedir. Dəfindən sonra onlar vaxtında evə qayıdıb, hamı ilə birlikdə ehsanda iştirak edəcək və Qazanqapı yad eləyə biləcəkdilər. Qabaqda Yedigey qotazlı tərliklə bəzədilmiş Qaranərin üstündə, ondan sonra yedəkli traktor, lap arxada Belarus ekskavatoru ana beyt düzünə çıxdılar. Deməli, biz burada görürük ki, uşaqlar, artıq onlar cəsədi, meyidi alıblar və Yedigey qabaqda, arxasında da ekskavator, traktor, nə varsa indi minik vasitəsi minib gəlirlər. Elə burada da gözləmədikləri maneəyə rast gəldilər. Tikanlı məftildən çəkilmiş çəpərlə rastlaşdılar. Görək bu maneənin xüsusi bir mənası varmı? Göylərin altında yatıb qalmış böyük Sarı Özək düzlərinin sonu görünməsə də, ana beyt qəbirstanlığına yol yox idi. Hamı bu tikanlı çəpərin qabağında çaşıb qalmışdı. Sükutu birinci Caydaq Ədilbəy pozdu. Bu obrazlara diqqət edin. Nə var, Yedigey? Məgər bu əvvəllər burada yox idi? Heç izi tozu da yox idi. Birinci dəfədir görürəm. Belə çıxır sahəni xüsusi məqsədlə çəpərə alıblar. Bəlkə kosmodrom üçündür, deyə Caydaq Ədilbəy öz gümanını bildirdi. Belə görünür. Kimin ağlına nə gəlir onu deyir, lənət şeytana, deyə Yedigey deyindi. Yenə də sustular, Ədilbəy fikirləşib bir çıxış yolu axtarırdı. Yaxşı, indi nə cür olsun Yedigey? Məsləhətin nədir? Qəbirstanlığa başqa bir iz yol yoxdur. Biz görürük ki, uşaqlar, ana beyt qəbirstanlığına gedən yol maneəlidir. Yəni ki, keçə bilmirlər, hasarlanıbdır. Olsun gərək, niyə də olmasın? Buradan sağa 5 kilometrlik də yol var, deyə Yedigey ətrafına nəzər salaraq cavab verdi. Təzədən yola düzəldilər, düz şlaqbaumın üstünə çıxdılar. Şlaqbaum da bilirsiniz də nədir? Məsələn, belə bir vasitədir. Maşınlar gələndə yuxarı qalxır, maşınlar gedəndə isə aşağı enir, yəni yolu kəsmək üçün. Onların yaxınlaşması ilə gözətçi postundan cavan, çiynindən üz aşağı avtomat sallanmış bir əskər çıxdı. Salam, deyə əlini gicgahına aparıb rəsmi təzim elədi. Hələ də uşaqlıq yağan, açıq mavi gözləri ilə Yedigəyə baxıb soruşdu. Kimsiz? Hara gedirsiniz? Biz buralıyıq, saldat, deyə Yedigey onun uşaq ciddiyyətinə baxıb gülümsündü. Öyle aparırıq. Qocalarımızdan biri rəhmətə gedib bizim qəbirstanlıqda bastırmaq istəyirik. Buraxılış vərəqəsi yoxdursa, olmaz. Bu sahə nəzarət altındadır. Artıq əskərin nitqindən öyrənirik ki, uşaqlar, ana beyt qəbirstanlığı həqiqətən də xüsusi bir əraziyə çevrilib, dövlətin mülkiyyətinə keçib və biz orada vərəqə ilə giriş-çıxışı təmin elədiklərini görürük. Bunu başa düşürəm. Axı biz qəbirstanlığa gedirik, lap yaxındadır. Burada nə var ki, bastırıb qayıdarıq. Olmaz, ixtiyarım yoxdur. Elə bu vaxt Sabitcan yersiz olaraq işgüzar bir görkəmlə irəli soxuldu. Sabitcan kimdir uşaqlar? Qazanqapının oğludur. Nə var, nə olub? Mən Vilayət Həmkarlar Şurasındanam, deyə özünü nişan verdi. Niyə durmuşuq? Biz görürük ki, bu adam öz vəzifəsini qabardaraq, sanki xüsusi bir imtiyazlıymış kimi özünü göstərməyə çalışır. Ona görə ki, olmaz. Axı ağzımda deyirəm ki, yoldaş gözətçi, Həmkarlar Şurasından gəlmişəm. Hardan gəldiyiniz qətiyyən mənə maraqlı deyil. Necə yəni maraqlı deyil? Deyə Sabitcan çaşıb qaldı. Yoxdur, vəssalam, bura qorunan sahədir. Daha burada nə söz ola bilər? Sabitcan əsəbləşdi. Mən elə əvvəldən bilirdim, deyə Yedigəyə tənə vurdu. Bilirdim ki, bu işin axırı puçdur. Xeyr, nə danışırsan? Gərək ana beyt ola, ana beyt. Bu da sənin üçün ana beyt. O təhqir olunmuş halda hisslə tüpürüb uzaqlaşdı. Təhqir olunmuş niyə özünü hiss edir? Çünki Sabitcan görür ki, bu əskərə dəxli yoxdur ki, onun vəzifəsi nədir, harda işləyir.
Və belə olanda da Yediyeyi qınayır. Çünki onu burada bastırmaq fikri kimin fikri idi? Yediyeyin. Amma Yediyey də öz kefindən bura gəlməmişdi. Bunun bir səbəbi var yoldaşlar. Yedigey deyir, bağışla oğlum, bir ata kimi əskərə üz tutdu. Aydın işdir, sən xidmət başındasan. Amma indi bu mərhumu nə cür eləyək? Axı kötük deyil ki, atıb çıxıb gedək. Sabitcan getdikcə qızışırdı. Axır Caydaq Ədil bəyə yaxınlaşdı. Mən axı dedim, bu boyda yol basmağın mənası yoxdur. Bu möfhumatdır, gerilikdir. Baxın uşaqlar, çox mənasız bir şərh eləyir burada. Bəyəm insan ölüsünü neynəməlidir? Bastırmalıdır da. Bir vəsiyyət varsa ortada, ölü nə istəyibsə onu eləməlisən ki, ruhu şad olsun. Özünü də bizi də işə saldı. Ölünü harda quyuluyursan quyula nə fərqi var? Sanki ölən yad bir insanmış, öz atası deyilmiş kimi davranır. Fikir verin. Bəyəm insan öz atası barədə bu cür laqeyd münasibət bəsləyə bilərmi? Deyir, ölün üçün fərqi yoxdur, hara quyuluyursan quyula. Quyulamaqdakı atmaq kimi bir şey. Ölsən də, partlasan da gərək ana beyt ola. Sən də bu yandan ona qoşuldun, çıx get. Sənsiz dəfn eləyərik. Hə, indi elə görüm necə eləyəcəksən. Gördüyünüz kimi burada o biraz tənəni Yediyeyə, biraz da gəlir Ədilbəyə öz şikayətini bildirir. Ədilbəy cavab verməyib uzaqlaşır. Mənə bax, dostum, deyə o şlagbama yaxınlaşaraq gözətçiyə müraciət etdi. Mən də xidmətdə olmuşam. Bəzi qanun qaydalardan mənim də başım çıxır. Burada telefon var. Bunu deyən kimdir uşaqlar? İndi bunu aydınlaşdıracağıq. Onda sən belə elə. Keşik rəisinə zəng vur, ona xəbər ver ki, yerli cəmaət gəlib, Anabeyt qəbirstanlığına getmək üçün icazə istəyir. Qapı açıq olduğu üçün Yedigey hər şeyi eşidirdi. Deməli, bunu deyən kimdir uşaqlar? Caydaq Ədilbəy. O gedir və belə bir məntiqli fikir bildirir, Yedigey də bunlara qulaq asır. Yoldaş leytenant deyə gözətçi həyəcanlı zil səslə danışırdı. Nəhayət məlumat verdi, dedi ki, yerli adamlar gəlib ölülərini buradakı qəbirstanlıqda dəfn etmək istəyirlər. Necə olsun? Yedigey gərildi. Leytenant desə ki, burax vəssalam, iş düzələcək. Halal olsun Ədilbəyə. Baxın, burada da öyrənirik ki, bu nitq elə Ədilbəyin nitqiymiş, məntiqli olan. Yəni, onu sizi aldatmaq üçün deyə bilərlər ki, güya bu telefon zəng etmək fikrini Yedigey deyir. Xeyr, Ədilbəyin fikridir. Ağlı başında olan oğlandı, amma nədənsə gözətçinin söhbəti uzanırdı. İndi o təkcə suallara cavab verirdi. Hə, neçə nəfər? 6 adamdır. Mərhumla 7. Bir qoca rəhmətə gedib. Bəs mən nə deyim? Deməli olmaz. İcazə yoxdur. Oldu, baş üstə. Caydaq Ədilbəy gözətçi otağından qanı qara çıxdı. Deməli, orada leytenant özü gəlib sözünü elə burada deyəcəkmiş. Artıq saat 3 idi. Yolları çox uzaq olmasa da hələ ki Anabeytə çatmamışdılar. Qarşıdakı yolda maşın göründü. Gəlir deyə Yedigey sevindi. Allah qoysa hər şey qaydasına düşər. Gözətçi də maşının gəlməyini gözləyirdi. Keşik rəisi şlagbamın o tayında dayanan adamlara tərəf döndü. Kimdir burada? Kənar adam. Uşaqlar, buranın öz əhalisinə kənar adam deyə müraciət eləmək düz olar sizcə? Təbii ki, olmaz. Amma görürük ki, bu leytenant gəlir və deyir, kimdir burada kənar adam? Gözləyən kimdir? Sizsiz? Deyə o Boranlı Yedigəyə müraciət elədi. Deməli, burada qeyd olunan nitq nümunəsinə diqqət edin. Hə, bizi oğlum, bizi Anabeyt qəbirstanlığa buraxmağa kömək elə, oğlum. Deməli, qırğız dilində, yəni burada olan bütün hər kəsin öz ana dilində danışır Yedigey. Ordenlərini də cavan zabitə göstərməyə çalışdı. Bu leytenant Tanskbayova heç bir təsir göstərmədi. Yoldaş kənar adam, mənimlə rus dilində danışın. Mən xidməti vəzifə başındayam, deyə xəbərdarlıq etdi. Hər ikisi eyni qandan, eyni yerdən gəlir. Hər ikisi qırğız vətəndaşıdır, amma gördüyünüz kimi biri deyir ki, yox, məndən rusca danış. Fikir verin ha, və deyir vəzifə başındayam. Yedigey leytenant Tanskbayovun üzünə baxır və görürdü ki, bu işdən bir şey çıxmayacaq. O şlagbamın o tərəfində dayanmışdı ki, elə belə formal olaraq kənar adamların şikayətinə qulaq assın. Yəni, bu bir formal qaydadır. Elə belə şərti qulaq asacaq, yenə yox deyəcək. Alçalıb pərt olmuş Yedigey tədricən qəzəbləndiyini hiss edirdi. Amma iradəsini toplayıb özünü təmkinli saxlamağa çalışırdı. Yox,
Nə qədər ki mərhum dəfn edilməyib, onun özündən çıxmağa haqqı yoxdur. Bayaqdan kənarda gəzişib səsini çıxarmayan Sabitcan bu yerdə özünü göstərmək məqsədi ilə onların qabağına yeridi. Nə olub? Ağzınızdan vurub qaytardılar. Elə belə də olmalıydı. Yaman hazırlaşmışdınız, ana beyt. İndi döyülmüş it kimi geri qayıdırsınız. Fikir verin uşaqlar. Camaat burada onun atasından ötürü əziyyət çəkir. Gəliblər ki, onun atasının vəsiyyətini yerinə yetirsinlər. Amma nə baş verir? Digərlərini təhqir edir və döyülmüş it adlandırır. Kimdir döyülmüş it? Deyə kürəkən özündən çıxaraq onun üstünə cumdu. Diqqət! Aramızda it varsa o sənsən Əclaf. Orada duranla sənin nə fərqin var? Elə quru gopun var. Mən dövlət adamıyam. Sən heç adam deyilsən. Həqiqətən kürəkənin dediyi bu nitq bizim də ürəyimizdəndir. Çünki kürəkən orada önəmli bir ifadə işlədir. Deyir, orada duranla. Yəni o Tansıkbayevgillə sənin heç bir fərqin yoxdur. Elə quru gopun var ki, mən dövlət adamıyam. Heç adamlığın da yoxdur. Sabitcan birdən ağa kimi ucadan əmrlər verməyə başladı. Nə ağzınızı açıb dayanmışsınız? Traktorları işə salın, necə gəlmişik elə də qaydaq, cəhənnəm olub gedək. Döndər görüm, bəsdir, gic yerində qaldım. Başqalarının ağzına baxanda belə olar. Gördüyünüz kimi uşaqlar, Sabitcanı vallahi yığışıb döysək bəlkə ürəyimiz soyur. İkinci hissədə nə var? Artıq görürük ki, ana beytdə bastırmağa nail olmurlar. Bu arada ana beytdə bastırılma xüsusi bir məna daşıyır. Çünki bunu Qazanqap özü istəmişdi və Qırğız xalqı üçün dəyərli olan yerlərdən biridir. Bildiyiniz kimi bu ana beyt adı daha öncə Manqurt əsərində də bizə tanış idi. Qabaqda traktora minənlər, dallarınca dəvəli adam, onun dalınca da atdana qaçan it, yenə Sarı Özək çölləri ilə hərəkət edib Malakumduçap yarğanına tərəf yol aldılar. Yarğanın gədiyinə çatanda traktorları tormozlayıb dayandılar. Nə var, nə olub deyə Sabitcan kabinədən boylandı. Heç nə, motorları söndürün deyə Yedigey əmr etdi. Burada dəfn edəcəyik. Bəs dələ saldığın. Sabitcan lap özündən çıxdı. Onsuz da əzilib əskiyə dönmüş qalstukunu çəkib dartışdırdı. Özüm bastıracam raziyezdə. Ayrı söz ola bilməz, bəsdir. Yəni deyir stansiyada bastıracam. Sabitcan fikri budur. Qulaq as, Sabitcan, ata sənindir. Bu barədə mübahisə ola bilməz. Sən gəl bunun ayrı tərəfini fikirləş. Harda görünüb ki, bastırılmağa aparılan ölü geri qaytarılsın. Hələ belə bir şey görünməyib. Bu biabırçılıqdan heç birimiz yaxa qurtara bilmərik. Dünyasında belə şey olmayıb. Cəhənnəmə ki görünməyib. Sabitcan razılaşmadı. Caydaq Ədil bəy də ekskavatorun kabinəsindən düşdü. Onu görüb əyyaş kürəkən də yedəkdən enib gəldi. Burada onu, yəni kürəkəni, belə deyək də, bu Sabitcanın bacısı ilə evlənmişdi, ona görə kürəkən sayılırdı. Yəni Qazanqapın kürəkəni idi. Sərxoş adam idi, amma görürsən ki, bayaq orada necə payını verdi. Gəlirlər və deyir, traktorçu Cumayəli, baxın, traktorçunun adını bayaq bilmirdik. Cumayəli yaxınlaşdı, görsün nə səbəbə dayanıblar. İgidlər, qulaq asın, deyə Yedigey onlara üst tutdu. İnsan adətlərini pozmayın. Təbiətə qarşı çıxmayın. Hələ belə bir şey görünməyib ki, qəbirstanlıqdan ölü geri qayda. Bastırılmağa aparılan gərək bastırılsın. Başqa yolu yox. Baxın bu Malakumduçap yarğanına. Bu da bizim Sarı Özək torpağıdır. Nayman ana burada bu Malakumduçapda özünün məşhur ağısını deyib oğlunu oxşuyub. Baxın uşaqlar. Yenə də Nayman anaya toxunurlar. Gəlin mən qoca Yedigəyə qulaq asın. Qoyun Qazanqapın məzarı burada olsun. Elə mənim də qəbrim qoy burada olsun. Öz vəsiyyətində edirmi? Edir. Allahın rızası olsa özünüz gətirib burada bastırarsınız. Mən bunu sizdən xahiş edirəm. İndi isə hələ gec deyil, vaxt var. Baxın, orada lap yarğanın qaşında mərhumu dəfn edək. Hamı susurdu. Bilirsiniz nə var? Siz özünüz bilərsiniz, deyə Cüməli sükut pozdu. Mən gedirəm qəbri qazmağa. Mənim vəzifəm budur ki, çala qazım özü də dərin olsun. Hələ ki vaxt var, qaranlıq düşəndən sonra kim bu işi görəcək? Siz özünüz bilərsiniz. Ağ keçəyə bükülmüş Qazanqapı xərəyin içində qəbir çalasının qırağına uzatmışdılar. İlahi,
Əcdadlarımızın yolu ilə gedib müqəddəs kitablardan öyrəndiyim dualarımı eşidirsənsə, mənim öz sözlərimi də eşit. Elə bilirəm bunlar bir-birinə mane olmazlar. Budur. Biz kimsəsiz və uzaq bir yerdə, Malakumduçap yarğanında qazdığımız qəbrin qabağında dayanmışıq. Qazanqapı özünün vəsiyyət elədiyi qəbirstanlıqda dəfn edə bilmədiyimiz üçün məcbur bula gəlmişik. Baxın uşaqlar, biz burada öyrənirik ki, Qazanqapın vəsiyyəti əslində ana beyti imiş. Göydəki çalağan bizim Qazanqapla necə vidalaşdığımızı yuxarıdan seyr edir. Ey böyük Allah, varsansa, keç günahımızdan. Həqirin olan Qazanqapın dəfnini rəhmətlə qəbul et. Layiqdirsə, onun ruhuna əbədi rahatlıq ver. Bizdən nə asılı idisə, hamısını yerinə yetirməyə çalışdıq, qalanı sənin öz işindir. Son dərəcə məyusam ki, Nayman ananın dəfn edildiyi müqəddəs qəbirstanlığımıza daha bizim üçün yol yoxdur. Buna görə də arzum budur ki, mənim də qəbrim Nayman ananın gəzdiyi bu yerlərdə, Malakumduçapda olsun. Öz vəsiyyətində deyir uşaqlar. Elə olsun ki, mən də indi dəfn edəcəyimiz Qazanqapın qəbri ilə yanaşı olum. Bir də ölənlərinin ruhunun başqa canlılara keçməsi doğrudursa, onda mən qarışqa niyə olum? İstərdim ki, ağquyruq çalağana çevrilim. Mən də o göydə uçan çalağan kimi sarı özəyin üstündə süzüb, o ucalıqdan doğma yerlərimi seyr edim, seyr etdikcə də doymayım. Baxın uşaqlar, Allahdan xahişi var. Onu nəyə çevirməyini istəyir? Bir quşa çevirməyini istəyir. İlahi, bizim bu işimizə fərəc ver. Amin, deyə Yedigey duasını tamamladı. Bir an susub acı bir həsrətlə çalağana baxdı, sonra yavaş-yavaş cavanlara tərəf döndü. Allahla ünsiyyət tamam olmuşdu. İndi onun qarşısında bu qədər ləngimiş dəfn mərasimini tamamlamaq üçün gələn həmin 5 adam dayanmışdı. Onların hərəsi qəbrə bir ovuc torpaq atıb, küləyin səmtindən qəbri torpaqla doldurmağa başladılar. Əvvəlcə bel kürəklə kürüyüb doldurdular, sonra da cumali maşına minib, torpağı ekskavatorla yığıb tökdü. Axırda qəbrin üstü yenə də bellə düzəldilib sahmanlandı. Daha vaxt lap daralmışdı. Traktorlar yarğandan enmək üçün dönməyə başladılar. Traktorlar aşağı enənəcən Yedigey qaranəri yedəkləyərək Sabitcanla yanaşı getdi. O özünü narahat edən bir məsələ haqda Sabitcanla təklikdə danışmaq istəyirdi. Baxın uşaqlar, Sabitcan bayaqdan hamının əsəblərinə toxunur, yersiz hərəkətlər, danışıqlar edir. İndi görək, biz Yedigey ondan nə istəyəcək? Bura bax, Sabitcan. İndi daha əlimiz boşaldı. Səninlə bir məsələ barədə söhbət eləmək istəyirəm. Bəs indi biz o qəbirstanlıq işini neyniyək? Ana beyti deyirəm. Necə yəni neyniyək? Burada heç baş sındırmaq lazım deyil, deyə Sabitcan cavab verdi. Plan plandır. Ləğv eləyəcəklər onu plan üzrə. Gördüyünüz kimi uşaqlar, sanki bir tarixi abidə kimi hesab olunan Qırğız xalqı üçün müqəddəs qəbirstanlıq sayılan ana beyt ləğv olunmaq üzrədir. Və Sabitcan deyir, plan plandır da, ləğv eləyəcəklər vəssalam. Sanki heç nə olmamış kimi. İndi görək, Yedigeyin Sabitcana müraciətində məqsəd nədir? Bəlkə mənə danışmaqda kömək eləyəsən, nə qədər gec deyil, elə günü sabah gedərik buradakı böyüklərin yanına. O şəhərcikdə yəqin ki, bir nəfər lap böyükləri var. Ola bilməz ki, ana beyti yerlə yeksan eləsinlər. Axı bu tarixdir. Fikir verin. Yedigeyin öz nitqində biz onun adət-ənənələrə, etnik kimliyinə necə bağlı olduğunu görürük. İndi görək Sabitcan nə düşünür? Mənim ailəm, uşaqlarım, işim, gücüm var. Onu istəyirsən ki, buradan bir zəng çalsınlar, orada da dağıma bir təpik vurub atsınlar bayrağa. Bağışlayasan gərək, çox sağ ol. Aydındır, söhbət qutardı, deyə Yedigey danışmağa nöqtə qoydu. Ehsanı verək, Allahın köməkliyi ilə bir də səninlə görüşməliyik inşallah. Deməli, burada görürük ki, həqiqətən Yedigey onun bu davranışından inciyir. O da deyir, bəlkə də. Üz-gözünü əydi. Onlar beləcə ayrıldılar. Yedigey dəvəyə minənəcən onlar traktoru işə salıb gözlədilər, ancaq Yedigey onlara dedi ki, ləngiməsinlər. Yola düşüb mümkün qədər tez getsinlər. Adamlar ehsanı gözləyirlər. Dəvə üstündə onun üçün hər yerdə yol var. Güya özü istədiyi yolla gedəcək. Və görürük ki, uşaqlar bir yerdə qayıtmırlar. Birinci traktorçuları, digər adamları yollayırlar, özü isə tək getmək seçir.
Yedigey hələ bir müddət yerində qalıb neyniyəcəyini fikirləşdi. Boranlı Yedigey peşman idi. Görək onun peşmanlığı nədir? Peşman idi ki, bu söhbəti niyə saldı, niyə sözlərini havayı yerə verdi? Məgər Sabitcan söz deməli, kömək ummalı adamdır. Güman eləmişdi ki, savadlı, oxumuş adamdır. Özü kimiləri ilə daha asan dil tapa bilər. Qoca Yedigey belə şeylər barədə nə qədər çox fikirləşirdisə, bu fikirlər onda bir o qədər ağrı və ümidsizlik doğururdu. Manqurtsan, manqurt, xalis manqurt. O qəzəblə pıçıldadı. Kişi ona həm qəzəblənir, həm də acıyırdı. Görürsünüz uşaqlar, həm qəzəblənir, həm də yazığı gəlir. İndi burada sizi çaşdırmaq üçün deyə bilərlər ki, manqurt sözünü Tanskbayevin üzünə deyir, Sabitcanın üzünə deyir. Xeyr, özü tək olanda belə söz işlədir. Qaranərin belində oturan Yedigey belə ağır fikirlər içində ətrafına göz gəzdirdi. Traktorlar çoxdan gözdən itib səslərini kəsmişdi. Boranlı Yedigey vəziyyəti götür-qoy eləyib belə qərara gəldi ki, təzədən zonanın girişindəki şlagbamın yanına qayıtsın. Hər şeydən əvvəl o istəyirdi ki, çalışıb keşik xidmətini məcbur etsin, onu nəzarət altında da olsa böyük rəisin yanına aparsınlar. Ya da lazım gəlsə o rəisin özünü məcbur eləyib Boranlı Yedigey'ə qulaq asmaq üçün şlagbamın yanına gətizdirsin. Onda ürəyindəkilərin hamısını deyər düzünə. Bu qərardan sonra ürəyi yerinə gəldi. Deməli, qərar verir. Qərarda nə olduğunu az öncə oxuduq. Təvəkkül Allaha, itin ağası varsa, qurdun da Allahı var, deyə özünə ürək-dirək verdi və şlagbama doğru getdi. Elə bu vaxt havaya nəsə oldu. Getdikcə güclənən vulkan gürültüsü ilə boşluqda nəsə hərəkətə gəldi. O lap yaxınlıqda, hardasa lap qonşuluqda, kosmodrom zonasında parlaq atəşlə yanan qorxunc alov sütununun püskürdüyünü görür. Yedigey qorxudan geri atıldı. Dəvə də bağırıb yerindən sıçradı. İt qorxusundan yiyəsinin ayaqlarının altına təpildi. Birincinin dalınca ikinci, onun dalınca üçüncü raket göyə qalxdı. Uşaqlar, kosmodrom nədir? Raket nədir? Bunları bilirik yəqin ki. Sonra biri də insan, dəvə və it dallarına baxmadan qaçırdılar. Birdən Yedigey elə gəldi ki, manqurt oğlu tərəfindən oxla vurulmuş Nayman ananın başındakı saldığı ağ yaylıqdan əmələ gəlmiş ağ bir quş hardansa böyürdən çıxdı. Ağ quş bu həşir qiyamət içində insanla yanaşı uçaraq deyirdi. Kimlərdənsən, adın nədir, adını yadına sal. Sənin atan Donenbaydı, Donenbay. Yenidən birləşən bu zülmət içində bu səs hələ çox eşidildi. Deməli uşaqlar, burada nə üçün manqurt əsəri yad edilir? Manqurt dedikdə ağlımıza nə gəlir? Bildiyiniz kimi, manqurt olmaq real mənada çox mürəkkəb bir məsələdir. Yəni, işgəncə nəticəsində insanların başını qırxırlar, ona dəvənin dərisini keçirirlər və o dəri günəş istisi ilə birləşərək insanın başına nə olur, yapışır. İndi bu adi papaq rolu oynamır ki, o yapışarkən o qədər ağrı və əzab verir ki, işgəncə zamanı bəzi insanlar ya həyatını itirir, yaxud da ağrıdan, şokdan hər şeyi unudurlar, huşlarını itirirlər, ağıllarını itirirlər və keçmişlərinə aid heç bir şey xatırlamır, adi bir gəlinciyə, kuklaya çevrilirlər. Bax, burada da biz bu detalı görürük. Onlar həqiqi mənada manqurtdur, hansı ki onlar bu yolu seçməyiblər, amma işgəncə nəticəsində manqurta çevriliblər. Manqurt əsərinin özündə də siz bunu görürsünüz. Amma burada Tanskbayev və Sabitcan kimi manqurtlara nə deməli? Onlar öz milli kimliyindən uzaqlaşmış, öz adət-ənənələrindən uzaqlaşmış, adət-ənənə qanmayan, dəyərləri qanmayan insanlara çevriliblər. Bunlar məcazi mənada manqurtdur. Yedigey boşuna onlar barədə bu cür mənfi fikirdə deyildi. Bunu yadda saxlayasınız. Yenə də hər zamanki kimi biz mütləq şəkildə əlavə qeydlərimizi oxumalı və dəyərləndirməliyik. Roman 1980-ci ildə yazılıb və kamil sənət nümunəsi kimi dəyərləndirilir. Deyir, digər əsərlərində olduğu kimi burada da xeyirlə şərin mübarizəsi öz əksini tapıb. Nayman ananın dəfn olunduğu ana beyt qəbirstanlığı ilə bağlı baş verənlər yeni dövrün
bəlasına çevrilən yaddaşın itirilməzi mərəzini, manqurtluğun mahiyyətini üzə çıxarır. Dəmir yolunun Boranlı adlı kiçik məntəqəsində 44 il işləmiş Qazanqapın ölümü və dəfni ilə bağlı baş verən hadisələrə əsərin qəhrəmanlarının fərqli münasibəti, cəmiyyətdə mövcud olan bir sıra problemləri aşkara çıxarır. Qloballaşma dövrünün ağrılı bir məsələsi, milli yaddaşın itirilməsi problemi durur mərkəzdə. Adət-ənənələri, dəyərləri qoruyub saxlamaq istəyənlərin arzusu yaddaşsızlıq mərəzinin qurbanları, manqurtluğu təmsil edənlər tərəfindən, yəni Tansıkbayevlər, Sabitcanlar tərəfindən etirazla qarşılanır və bu ziddiyyət əsərdəki ciddi konfliktin əsasında dayanır. Yazıçı Manqurt oğlunun öz anasını öldürməsi, Manqurt oğlunun öz anasını öldürməsi haqqında qədim əfsanəni, baxın, hansı janr nümunəsidir əfsanə, onu xatırladır, lakin qədim əfsanənin süjeti başqa istiqamətdə davam etdirilir. Qazanqapın ölümünə münasibət, onun dəfni ilə bağlı hadisələrin təsviri, əsrlər keçsə də manqurtluğun məhv olmadığını göstərir. Əvvəllər həqiqi manqurtlar var idi, indi məcazləri formalaşıb. Dəfn mərasiminin təsvirində türk xalqlarının mərhumla vidalaşmaq ayini öz əksini tapıb. Lakin bu mərasimə də formal bir iş kimi başdan sovdu yanaşanların mövcudluğu cəmiyyətdəki ciddi mənəvi böhrana gətirib çıxarır. Romanın baş qəhrəmanı Dəmir yol fəhləsi Boranlı Yedigeydir. Əsərdə onun həyatının dramatik hadisələrin baş verdiyi bir günü təsvir olunur. Lakin həmin günün təəssüratları o qədər zəngindir ki, qəhrəman keçdiyi 61 illik ömür yoluna nəzər salmalı olur. Kiçik dəmir yol məntəqəsində vəfat etmiş dostunu dəfn etmək üçün qədim qəbirstanlığa gedən Yedigey necədir? Baxın, müdrik, dərin düşüncəli, zəhmətkeşdir. Yazıcı onun vicdanla yaşamaq, borc, məsuliyyət, şərəf, sevgi barədə düşüncələrinə geniş yer verir. Bunlara diqqət, hamısı qabağımıza çıxa bilər. Yedigey hər bir hadisəyə insanlıq və vicdan meyarları ilə yanaşır. Həqiqətən də biz bunu əsərdə əməlləri ilə dəstəklədik. Buna diqqət edin. Yazıcı bu obrazın timsalında manqurtlara qarşı qoyulmuş bir obrazdır da bir növ. Sadə bir insanın mənəvi böyüklüyündən söz açmış, xalqın gələcəyinə, milli dəyərlərin tarixi yaddaşın nəsildən nəslə ötürülərək yaşayacağına inamını ifadə etmişdir. Yedigeyin zəngin həyat təcrübəsi var. Müharibə görüb, o, ömrü boyu öz xalqının milli dəyərlərinə sadiq qalıb. Baxın uşaqlar, müharibə görübmü görüb, o sinəsindəki ordenləri göstərirdi Tansıkbayeva. Ona fikir verin. Düşüncələri, əməlləri xalq hikmətinin saf, büllur bulağını xatırladır. Qarşılaşdığı manqurtlar bir dənə deyil ha, birdən çox. Onun həyat mövqeyini, insanlığa inamını sarsıda bilməyib. Orta savadı belə olmayan Yedigey, baxın, orta savadı belə olmayan. Sabitcanın Tansıkbayevin milli mənlik şuurundan məhrum olmasına qəzəb və nifrətlə etirazını bildirir. O ənənələrin, mənəvi dəyərlərin, düzlüyün qorunub saxlanılması üçün mübarizə aparır, əsərin sonunda Nayman ananın yaylığının ağ quşa çevrilməsini təsvir etməklə yazıcı bütün maneələrə, çətinliklərə rəğmən nikbin baxmağın vacibliyini bildirir. Baxın, əsər necədir? Nikbindir əslində, gələcəklə bağlı. Sabitcanın simasında manqurtluğun, yaddaşsızlığın bu gündə mövcudluğunu real lövhələrlə, ürək ağrısı ilə əks etdirir. Sabitcan atasının ölüm xəbərini laqeydliklə qarşılayır. Ana beyt qəbirstanlığında yaranan çətinlik onun əsl simasını, manqurt, yaddaşsız olduğunu aşkara çıxarır. Ətrafda baş verən hadisələrə münasibətdə o öz şəxsi mənafeyindən çıxış edir, mənəvi puçluğunu göstərir. Sabitcanın atası Qazanqapla digər insanlarla yanaşması əfsanədəki manqurt oğlunun Nayman anaya münasibətindən fərqlənmir. Atasının ana beyt qəbirstanlığında dəfn olunmaq vəsiyyəti, dostunun ölümündən sarsılan Yedigeyin dərin kədəri onun üçün heç bir əhəmiyyət kəsb etmir. Buna diqqət edin uşaqlar. Və onun fikrincə, ölünü harda quyuluyursan quyula, heç bir fərqi yoxdur. Buna fikir vermək lazımdır.
Sabitcanın fikrincə ölmüş insan üçün harda dəfn olunmanın fərqi yoxdur. Daha düşüncəli, ailədə yox, internatda böyümüş Sabitcanı yalnız bir məsələ düşündürür. Deməli uşaqlar, onun internatda böyüdüyünü də biz mütləq deməliyik. Dəfn mərasimini tez başa vurub, şəhərdəki evinə, vəzifə masasına, nizama salınmış həyatına qayıtmaq istəyir. Fikir verin uşaqlar. Yəni onun üçün bunlar adidir. Gəlir, atası da iştirak elədi, bastırdı, çıxdı, getdi. Onun üçün maraqlı deyil sonrası. İndi Tanskbayevdən də danışacağıq uşaqlar. O bilirsiniz ki, doğma dilində, qırğız dilində danışmaqdan imtina edir və vəzifə bəhanəsi ilə rus dilində danışmağı daha doğrusu rus dilində danışmağı əsas hesab edir, digərini qadağan edir. Ana beyt qəbirstanlığının taleyinə, insanların bu qəbirstanlıqda dəfn olunmaq arzusuna münasibəti də yenə də onun tarixi yaddaşdan, milli düşüncədən məhrum olduğunu göstərir. Fikir verin. Və burada biz bayaq dedik, Tanskbayev bu yerlərin əsl sahiblərini, Yedigey və onunla gələnləri nə adlandırır? Kənar adam. Orada bəzi şeyləri Tanskbayevin yox, oradakı keşişçi əskərin üstünə ata bilər. O yazıq əskərin üstünə çox getməyin. Çünki onun zaten vəzifə başındadır, əmr quludur. Yəni o nə edə bilərdi ki? Tanskbayevdədir bir çox şey. Onları qarışdırmayın, əməllərində həmçinin uşaqlar. Yazıcı öz kökünü könüllü olaraq unudan, tarixi yaddaşdan məhrum olan, yəni manqurt olanları ata-anadan yetimə bənzədir. Ata-anadan məhrum olana bənzədir. Buna fikir vermək lazımdır uşaqlar. Növbəti hissədə bizim üçün o qədər də yeni bir məlumat yoxdur. Ancaq ki, yenə də gəlin oxuyaq. Müəllif hər kiçik detala, təsvirə diqqət edibdir. Dərin mənalı bir əsər yaradıbdır. Və deyir ki, yaddaşsızlıq, manqurtluq təhlükəsi ona qarşı mübarizənin zəruriliyini əsərin əsas ideyası təşkil edir. İdeya nədir? Buna fikir vermək lazımdır. Yazıcı bəşəriyyəti öz tarixini, əcdadlarını, ana dilini, xalq adət-ənənələrindən unudanların, yəni manqurtların yarandığından xəbərdar edir. Yəni deyir ki, belələri var, ehtiyatlı ol. Hər nə qədər nikbin düşünsə də bu barədə, yenə də bunu xəbərdar edir. Faciə həm də ondadır ki, qədim manqurtlardan fərqli olaraq yenilər tarixi yaddaşdan işgəncə altında yox, könüllü imtina edirlər. Ona görə mən bayaq könüllü, yəni daha doğrusu məcazi manqurt və həqiqi manqurtun arasındakı fərqi izah etdim. Buna diqqət edin.